Son dövrlər bu pəncərəyə yaxınlaşanların sayında artım var. Bura gələnlər arasında ilk dəfə ad alanlar da var, illər keçəndən sonra dəyişiklik edənlər də. Ad dəyişmək sadə görünsə də prosesi reallaşdırmaq üçün bir neçə mərhələdən keçirsən. Qanunvericiliyə əsasən vətəndaşlar 18 yaşına çatdıqdan sonra adını, ata adını və ya soy adını dəyişmək istədikdə qeydiyyat şöbələrinə, xaricdə yaşayanlar isə konsulluqlara müraciət edə bilər. Ərizə ilə birlikdə zəruri sənədlər təqdim olunur və bundan sonra müraciət araşdırılır. Məlumatlar polis orqanları tərəfindən yoxlanılır. Bu, ad dəyişikliyinin hüquqi məsuliyyətdən yayınma ilə əlaqəli olmaması ilə bağlıdır. Prosesin icrası təxminən 2-3 ay çəkir. Ad dəyişikliyi qeydə alındıqdan sonra vətəndaşa yeni şəhadətnamələr təqdim olunur və şəxsiyyət vəsiqəsi yenilənir. Rəsmi statistikaya görə 2023-cü ildə 2492, 2024-cü ildə 2667, 2025-ci ildə 2723 ad və soyad dəyişikliyi qeydə alınıb. Son 2 ayda isə bu göstərici 500-ə yaxındır. Ad bir növ insanın sosial kimliyidir və onun gələcəyini müəyyənləşdirən ən əsas vacib ünsürlərdən biridir. Və bugün adlara baxdığımız zaman uşağın adı onun gələcəyinin əsas faktorlarından biridir və çalışmaq lazımdır ki, uşaqlara elə bir ad qoyaq, elə bir ad seçək ki, bu ad uşaqları gələcəkdə utandırmasın. Bəzən adının dəyişməsi həmin şəxsi özünü rahat hiss elətdirə bilər. Çünki o özünü adla bütünləşmiş hiss edir. Adınız nədir? Adım Humaydır. Razısınız adınız? Bəli, çox razıyam. Heç olubmu ki, dəyişmək istəyir? Yox, olmayıb çünki qeyri-adi addır, hər adamda olmurdu. Standart ad deyil və türk mənşəli addır. Mənim olan insan gərək adına haqqını versin. Adınızdan razısınız? Haqqını verəmsə, bəli. Afaq, Adınızdan razısınız? əlbəttə. Heç olubmu ki, adınızı dəyişmək haqqında düşünmüsünüz? Qətiyyən. Adım zaten qəribə ad olduğu üçün ona görə razıyam. Bu adı mənə anam qoyduğu üçün heç vaxt dəyişmək istəməzdim. Adlarından razı qalanlar çox olsa da, rəqəmlər göstərir ki, narazı qalıb bu məsələdə özləri qərar verənlər də az deyil. Əntiqə Fərəcova, Elvin Qəhrəmanov, Rəhlə Rafiq qızı, Vahab İmanzadə, ASTV xəbər.